الحمد لله رب العالمين حمدا يوافي نعمه ويكافئ مزيده، وأصلي وأسلم على رسولنا الأمين المبعوث رحمة للعالمين، وعلى آله وأصحابه إلى يوم الدين. أوصيكم عباد الله بتقوى الله. يقول الله عز وجل: ولو أن أهل القرى آمنوا واتقوا لفتحنا عليهم بركات من السماء والأرض ولكن كذبوا فأخذناهم بما كانوا يكسبون. Değerli, kıymetli, aziz, muhterem kardeşlerim, Allah ya Rabbi cum'amızı hayırlı etsin. Allah ya Rabbi cum'amızı bereketli etsin. Allah ya Rabbi sizleri Peygamber Efendimiz'e konşu etsin. Sizleri Peygamberden haşr etsin. Sizlere Peygamber Efendimiz havzundan su versin. Sizlerin rızkını versin. Sizlerin evini, uşağını, balasını, arvadını, rızkını muhafaza etsin ya Rabbel Alemin. Sorsak muhterem kardeşlerim, Efendimiz sallallahu aleyhi ve sellem vefat etmeden önce bir lahazat, vefat etmeden önce hala ahir nefesini verir Peygamber sallallahu aleyhi ve sellem. Son nefesini verir Efendimiz sallallahu aleyhi ve sellem. Anamız Ayşe'nin kucağındaydı o asnada sallallahu aleyhi ve sellem. Ahir nefesini verende o nefesten gargara edirdi. Ruhu çıkırdı, bir kelime deyirdi. Bir vasiyet edirdi ümmetine Efendimiz sallallahu aleyhi ve sellem. Ruhu çıkarken Peygamber Efendimiz ümmetini düşünürdü. Ruh verirken sallallahu aleyhi ve sellemin fikri, zikri vayı özünde dəciliydi, ümmeti vayındaydı. Ruhu çıkarken Efendimizin sallallahu aleyhi ve sellem bir kelimeye çok teakkid etti. Ümmetine vasiyet etti. Dedi: as-salah, as-salah. Ümmetim namazuza makayet olun. Ümmetim ibadatuza makayet olun. Taatuza makayet olun. As-salah, 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 as-salah. Peygamber sallallahu aleyhi ve sellem bu kelimelerden Allah'ın emrini bitirdi sallallahu aleyhi ve sellem. Ve onun için muhterem kardeşlerim, elhamdülillah sizler namaz ehlisiz, sizler iman ehlisiz, sizler takva ehlisiz, sizler taat ehlisiz. Bes bir şey var, gerek hakkımız makayet olağın özüne muhterem kardeşlerim. O da sünnet namazlarıdır ki çok Müslüman sünnet namazlarını ihmal edir. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem hayatı boyunca sünnet namazlarını ihmal etmez idi sallallahu aleyhi ve sellem. Ve hassaten sebbah namazının sünneti. Efendimiz diyerdi, sebbah namazının sünnetini o kadar severim, bu dünyamızdan fazla o çiriçat sünneti severim. Hadis sahihte: rak'ata el-fecri hayrun mined dünya ve ma fiha. O sebbahçı sünneti kılandam dir onu onca severim, bu dünyadan fazla severim özünü. Peygamberimiz buyurur sallallahu aleyhi ve sellem. Sahabaların sünneti geçseydi yığlardılar. Sünnet geçseydi özlerinden yığlardılar. Diğerler bizden filan namazın sünneti geçti.
Efendimiz buyurur sallallahu aleyhi ve sellem, bu sünnetlere ehemmiyet verin. Peygamber Efendimizin sünnetidir. Hatta o kimse sünneti terk eden ikab olunmaz. Sünneti terk eden Allah ikab etmez özünü. Allah hesap etmez özünü. Ama bir tane sünneti terk edilir. Sebbah sünnetidir. Gün ortanın neçe sünneti var? Gün orta namazından evvel 4 rekat sünnet var. Gün orta namazından sonra 4 rekat sünnet var. Kimimiz bunun üzerine Peygamber 4'ünü de kılardı. Gün orta farzı evveli 4 rekat sünnet kabliye var. Gün orta farzının sonrasında 4 rekat sünnet ba'diye var. Kimimiz muvazıptı bu sünnetler üzerine muhterem kardeşlerim. Kimse muvazıp olmasa, birisi bir Müslüman muvazıp olmasa, bu sünnetleri tatbik etmese Allah ikab etmez özün kıyamet günü. Besdiri Peygamber Efendimizin öcünde durar. Efendimiz sallallahu aleyhi ve sellem itab eder özün, itab. Peygamber itab eder özün. Diğer sünnetimde ne ayıp gördü tatbik etmedi özünü. Sallallahu aleyhi ve sellem. Allah bizi bu mevkufta durutmasın ki Peygamberimiz itab etsin bizi. Peygamber Efendimiz levm etsin bizi. Ce bakım sen hiç bu gün orta sünnetin kılmırdı. Bir ayıp var idi bu sünnette. Bir esüclük var idi mende. Bir esüclük var idi benim yolumda. Bir Peygamber Efendimiz itab eder özünü kıyamet günü. Gün orta namazından evvel 4 rekat, gün orta namazından sonra 4 rekat. Nanca vakit alır, rahmet ölüze yallah. Nanca vakit alır. 4 rekat gün orta namazından evvel koy, nanca alsın bizden 5 dakika, tamam? 4 rekat sonra farzı kıldık. Farzdan sonra 4 rekat sünnet kıldık aynen. O da nanca aldı bizden vakit. Aynen 5 dakika. Yani 2 sünnet nanca aldı bizden vakit 10 dakika. Bu 10 dakika bilirsiniz nedir? Bu 10 dakika namazın bilirsiniz ecri, savabı nancadı muhterem kardeşlerim. Şimdi koy bunu vak'i bir misaldan konuşağın özünü. Bizim hayatımızda bir misaldan. Diyağın bizim reisimiz, av reis vuzaramız, av bir melik, av bir hakim. Geldi seni evin öcünde çi haras koydu. Evin öcünde bir mefreze koydu. Dedi sen nanca hayattasan, seni evi, uşağı, malı, mülkü bu mefreze himayet eder. Bu mefreze senden harap insanları uzak eder. Nanca hoşumuza gider. Allah razı olsun senden diğer gözüne. Ama bu 4 rekat gün ortadan evvel, 4 rekat gün ortadan sonra bundan daha hoştu, bundan daha azimdi. Peygamber Efendimiz buyurur sallallahu aleyhi ve sellem, sallu ala habibikum Muhammed. dir men salla qabla zuhri arba'an ve ba'da zuhri arba'an harramallahu vechahu alen-nar. Allah üzünü, cesedini, Allah subhanehu ve teala ruhunu nar-i cehennemden uzak eder. Nar-i cehenneme haram eder. Diğer bunu yandırma. Bunu yandırma. Ne için ya Rabbi bu ne yapardı? Diri bu gün orta namazından evvel 4 rekat sünnet kılırdı. Gün orta namazından sonra da 4 rekat sünnet kılırdı. Bu gün orta sünnetine geçtik. Celağın çindi sünnetine. Ki çoğumuz çindi sünnetini kılmaz. Çindi namazının sünneti değerli, kıymetli, muhterem abilerim, dedelerim, kardeşlerim, çindiden evvel 4 rekat sünnet var. O sünneti, bakın bu gün orta sünneti çok mühimdir. Bes bu unutmayayım bunu. Çok Müslüman bilmir bunu. Çok Müslümandan vayı bes feriz namazları kaza olunu.
Bəs fəriz namazları qaza olunu. Səbbah namazı geçdi məndən, yatmış idim, dalmış idim yuxuya, qalxdım, baxdım, günəş çıxıb, səbbah namazını qaza edərəm. Belə deyil ki, mühtərəm qardaşlarım. Hadislərdə, sahih hadislərdə sabitdir. Sünnətləri də Peyğəmbər Efendimiz qaza edərmiş. Bəzi dəfə sünnət geçərmiş Peyğəmbərdən. Bir misafiri gələrdi sallallahu aleyhi və səlləm. Əv bir işdən dalardı sallallahu aleyhi və səlləm. Sünnət geçdi özündən, dir o sünnəti qaza edərdi Peyğəmbər sallallahu aleyhi və səlləm. Səbbah sünnəti bir dəfə geçibdi Peyğəmbərdən. Səbbah sünnəti bir tek dəfə geçibdi Peyğəmbər Efendimizdən. Qalxıb Peyğəmbər Efendimiz günəş çıxandan sonra səbbah sünnətini qaza edib. Səbbah sünnəti 2 vaxtda qaza olunur. Bəs dinləyin, Allah razı olsun sizdən. Bu sünnətlər çox mühimdir Müslümanın həyatında. Və daha mühim görər özünü qiyamət günü inşallah. Bu sünnətlər, bu namazlar, bu taatlar durar bizim için. Ne evlad durar bizim için qiyamət günü. Ne mal mülk durar bizim için qiyamət günü. Ne arvadlarımız durar bizim için qiyamət günü. Ne nenemiz, ne babamız, ne aşiratımız, ne akrabamız durar bizim için qiyamət günü. Bu sünnetler bize məqayət olur. Peygamber sallallahu aleyhi ve sellem bu sünnetlerin bir ayrı faydasını konuşur. Bu sünnetler qiyamət günü bir dənə geçsə, baxsa fərizdə terki var, fəriz terk edib. Fərizdə əsüclüğü var. Bu fəriz namazını qılmayıbdı. Bu fəriz namazına xor baxarmış. Bu fəriz namazında əsüclüğü var. Ya Rabbi, mələkələr deyirlər, ya Rabbi, baxın sünnət namazlarından da mühimdir. Ya Rabbi, bunun neçə dəfə səbbah namazı qılmayıb. Yazırlar, mələkələr yazırlar, əməlimizi təscil edirlər. Ya Rabbi, bu neçə dəfə gecə namazı qılmayıb, işanı qılmayıb, məğrib geçib özündən, kindi geçib özündən. Ne dağın buna? Cəhənnəmə göndərək özünü. Baxın Allah'ın rəhmətinə, Allah'ın sevgisinə, Allah'ın lütfuna. Allah subhanahu ve teala mələkələrə deyər, bu abdimin sünnətinə baxın. Sünnət namazısı var. Sünnət namazı qılıb, əgər sünnət namazısı var isə, o sünnət namazından alın, fərzlərini təkmil elən özü için. Atma onu özün ataşa. Və səbbah namazı geçsə səndən 2 vaxtda qaza edebilsən özün, muhterem kardeşim. Bir, səbbah namazından sonra mübaşərətən gəldi o cəmiə, baxdı, iqamət edirlər, sünnət qılmadı, gir fərzi qıl özləriydən, fərzi bitirəndən sonra edebilirsən səbbah namazından sonra 2 rükət sünnəti qaza edəsən, ya da güneş çıxandan sonra qaza edəsən. Peyğəmbər Efendimiz güneş çıxanda qaza edibdi. Peyğəmbər Efendimiz günün bir günündə kindi namazına gəldik. Kindi namazından əvvəl 4 rükət sünnət var. Efendimiz buyurur, Rahimallahu mri'en, Allah'ın rəhməti, baxın, duadır Peyğəmbərdən, o adamlar için, o Müslümanlar için. Duadır Efendimizdən, Rahimallahu mri'en, salla qabla'l asri 4 rək'at. Allah'ın rəhməti, Allah'ın nuru, bərəkəti o adam üzərinə ənsin ki, belə kindidən əvvəl 4 rükət namaz qıldı. Peyğəmbər Efendimiz'i, kindidən sonra sünnət yoxdur. Kindidən sonra sünnət yoxdur. Ama bir gün görərlər, anamız Ümmü Sələmə görər Peyğəmbər Efendimiz kindidən sonra namaz qıldı. Kindinin fərzini bitirdi, kindidən sonra namaz qıldı. Ümmü Sələmə bir dənəni göndərir, deyir, get Peyğəmbərin yanışasında dur. Peyğəmbər sallallahu aleyhi ve sellem kindidən sonra namaz qıldı. Get yanaşasında dur. Sən özünə, ya Resulallah, bu namaz nə malıdır qılsan özünü? Sən deyibsən kindidən sonra sünnət yoxdur. Sən kindidən sonra indi namaz qılsan.
Peygamber sallallahu aleyhi ve sellem Ali'den beli edipti o cariyeye, o arvada, o hadime. Namazını bitirenden sonra geldi Ummi Seleme yanına Efendimiz. Ummi Seleme Peygamber Efendimizin ailesi de arvadıdır. Sorar ya Resulallah, bu çindiden sonra sen dedi bize namaz yoktu. Bu namaz neydi kıldı özünü? Diyor ya Ummi Seleme, gün ortağının sünneti kılmadım özünü. Vafid geldi, misafir geldi. O vafitten meşgul oldum. Gün ortağının sünne ba'diyası. Onu kılmadım. Çindiden sonra kaza ettim özünü. Bu çindinin sünnetidir. Bakın gün ortağını Peygamber Efendimiz kaza edip gün orta sünnetini. Mağribin de sünneti muhterem kardeşlerim, mağribten sonra çi rikâttı. İşa'nın da sünneti İşa'dan sonra çi rikâttı. Hepsini toplasak 14 rikât yedir. Efendimiz de buyurur sallallahu aleyhi ve sellem, kim Allah subhanahu ve teala için 12 rikât namaz kılsa ferizlerden ayrı, bir gün içinde ferizlerden ayrı. Bak indi sebbahın sünneti çi memnun sayın, Allah razı olsun sizden. 4 gün ortadan evvel 4, gün ortadan sonra nanca etti 10. Çindinin sünneti muakkede dacı. Geldik mağribe. Mağribten sonra çi 12. Eşeden sonra çi 14 edir. Efendimiz buyurur bu 14'te sen 12'den kılsan, 12 sünnet kılsan, dir men salla fil yevmi 12 rak'a sünne benallahu lehu beyten fil cennet. Allah subhanahu ve teala özü cennetin içinde bir ev yapar. Muhterem kardeşlerim, bu ecirlerden, bu azim hasenetlerden mahrum olmayağın, bu sünnetlere muadab edağın, Peygamber Efendimiz hitap etmesin bizden kıyamet günü. Ya Rabbel Alemin, bizi Peygamberimizin sünneti üzerine öldür ya Allah, yaşattır ya Allah. Ya Rabbel Alemin, Efendimizin sünnetinden uzak etme bizi ya Allah. Ya Rabbel Alemin, Peygamberimizin yolundan uzak etme bizi ya Allah. Ya Rabbel Alemin, ahir kelamımız, ahir nefesimiz, sözümüz onu eyle, eşhedü en la ilahe illallah ve eşhedü enne Muhammeden Resulullah. Ya Rabbi kim hasta ise şifasını ver ya Allah. Ya Rabbi kimin derdi var ise derdine derman gönder özü ya Allah. Ya Rabbi kimin bir müşkilası var ise, musibeti var ise sen bir ilaç gönder özü ya Allah. Sen bizim Allah'ımızsan. Bes sen o kapı çalıq. Bes sen o rahmeti isterik. Bes senden şifa isterik. Bes senden rahmet isterik ya Allah. Mahrum etme ümmeti Muhammed'i. Fazludan, karamudan, rahmetudan. İnneke ala kulli şeyin kadir ve bil icabeti cedir. İnna Allah ya'muru bil adli vel ihsani ve ita'i zil kurba ve yenha anil fahşai vel munkari vel bagh. Ya'idukum leallekum tezekkerun ve le zikrullahi ekber. Akimis salate yerhamukallah. استقيموا واعتدلوا وتراصوا واتصلوا سووا صفوفكم فإن تسوية الصف من تمام الصلاة استووا يرحمني ويرحمكم الله. الله أكبر. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين.
يفر المرء من أخيه وأمه وأبيه وصاحبته وبنيه لكل امرئ منهم يومئذ شأن يغنيه وجوه يومئذ مسفرة ضاحكة مستبشرة ووجوه يومئذ عليها غبرا ترهقها قترا أولئك هم الكفرة الفجرة. الله أكبر. سمع الله لمن حمده. الله أكبر. الله أكبر. الله أكبر. الله أكبر. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين. والعصر إن الإنسان لفي خسر إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. الله أكبر. سمع الله لمن حمده. الله أكبر. الله أكبر. الله أكبر. الله أكبر. السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله.